Yalan danışmağı sıkıştırmam, özü yalandan efir xatirinə. Afət Fərman qızı 9 il bundan qabaq mənim efirimdə, bilmədən Xəzər televiziyasında onun rəfiqəsi işgüzar bir xanım gecə mənə zəng vurdu ki, Afət bir maşın almaq istəyir, onun 50 mini çatmır. Gəl onu gecə ilə oraya gətireyim. Mən dedim, yox, mən təzə gəlmişdim efirə, təzə gəlmişdim onda. Bilmirdim nə idi. Gətirdilər ora. Mən girmişdim Afətlə Manafın qoluna. Sən deyirsən ki, mənim dostum 50 min manat indiyə. İndi Afət də sənin səsini götürdü, yaydı. Çünki Afətə demişsən ki, yalandan demişəm də. Yalandan çıxıb da xalqın qabağında bəzi müğənnilər mənim 10 dənə evim var, Türkiyədə villalarım var, milyonlarım var deyib müğənnilərə acıq vermirsiniz, xalqa acıq verirsiniz. Amma siz bilirsiniz ki, siz xalqın çörəyini yiyirsiniz. Xalq bugün sizi toylarına çağırmasa, acından öləcəksiniz. Xaladeniklarımızın içinəcən cəmaata göstərir. Cəmaatın balası 1 kilo ət tapmır yeməyə, bəlkə də ayda. Ayıbdır. Nə baş verir, nə görməmişdiydi bu? Putinə baxın, xaladenikini açdı. Putin bir mikra yemir, bir dənə kifir qoymuşdu onu, bir dənə tvarok prezident otağında. Güya Putin elə ondan başqa bir şey yemir. O niye eləyib? Çünki onun 200 milyondan artıq əhalisi var, onun içində acı da var. Mənim müğənnim 3 gün trendə düşür, götürür, çağırır orada müğənnim, kimisə açırsınız qapısını orada, xaladenikinizi göstər. Qonşunun villasında gelip çəkdirirsiniz ki, mənimdir. Nüşabə neynəsin? 30 ildə oxuyur. Nüşabənin villası sizin 10 dənə müğənnimizin villalarının biri ya. 10 dənə villalarını satsın, bir dənə o milyarderlər məhəlləsindəki villamıza değməz. Deyirəm, yox ifarıddır. Ay bala, məmur deyil, bir şey deyil. Bu boğazının sayəsində qazanıb da. Necə olur, İbrahimin təyyarəsi olur, Nüşabənin bir dənə evi ola bilmir. Çox da haqqıdır. Bəsdir insanları, müğənniləri, bəzi müğənnilər, insanlar iğrənirlər sizdən. Bəzilərinə söz deyirəm. Sənətdən başqa hər şeyiniz var.